Biraz maddiyatın səs-küyündən ayrılaq bu ayda. Biraz özümüzə qayıdaq, özümüzə gələk. Ona bağlanaq. Birinci xutbədə dediyim kimi, hər şeydən qopaq, ona bağlanaq. Bir, qəlbimizin simini ona vəsl edək, ona birləşdirək. Qırılmaqdır oruc başdan ayağa. Mən bunu keçən illərdə demişəm, bütün ibadətlər içində bir dənə orucdur. Orucdan başqa ikinci ibadət tapa bilməzsiniz ki, orucda əmr yoxdur. Bilirsiniz? Keçən illər bunu demişəm. Orucda elə sözü yoxdur, eləmə sözü var. Müstəhəb sözlər var, Quran oxu, bunlar müstəhəbdir. Oruc nə deməkdir? Oruc yəni bunu eləmə, onu eləmə, bunu eləmə. Oruc etmədən ibarətdir, tərkdən ibarətdir. Oruc bir qayçıdır ki, bizi qopardır hər şeydən. Orucun özünə məxsusluğu bundadır. Başqa ikinci belə bir ibadət yoxdur. Oruc ancaq tərkdən ibarətdir, qopmaqdan ibarətdir. Orucun gözəlliklərindən biri də budur ki, hamı bir şəxsə qonaqdır və qəlblər də bir-birinə yaxınlaşır. İnsanlar bir-birinə də mehriban olur, olmalıdır. Çünki hamı bir süfrənin kənarındadır. Elə bir qonaqlıqda iştirak edən insanlar, belə deyə də dünənə qədər araları yox idisə də oturublar bir süfrədə məcbur olur ki, ünsiyyətləri yaransın. Hamı bir Allahın qonağıdır Ramazan ayında. Ona görə də bir-birinə qarşı mərhəmətli olur. Təbərrük üçün Peyğəmbərin hədisindən oxuyub qısa tərcümə edirəm sizin üçün. Buyurur: "Və təsəddəqu alə fuqaraikum və məsakinikum və qirru kəbairakum və ərhamu siğarakum və silu ərhamakum və əhfəzu əlsinətəkum və quzzu ammə la yəhillun nəzəru iləyh əbsarakum və ammə la yəhillu istima'u iləyh əsma'akum." Buyurur, ehtiyaclılara kömək eləyin bu ayda. Fəqirlərə kömək eləyin, miskinlərə kömək eləyin. Əlinizdən gələn qədər yardım göstərin. Böyüklərinizə hörmət eləyin, ağsaqqallara ehtiram göstərin. Hörmət eləyin. Kiçiklərinizə səbirli olun, rəhimli olun, uşaqlarınızı incitməyin bu ayda. Qəlblərini alın, qəlblərini sevindirin. Kimlərlənsə aranız dəymişdirsə qohumlardan çalışın, aranı düzəldin. Gedin baş çəkin, iftara dəvət eləyin, iftar süfrələri təşkil eləyin. Buyurur, kim bir orucluya iftar versə bir qul azad eləmiş kimidir, Peyğəmbər buyurur. İmkan olan qədər iftar süfrələri təşkil eləyin və insanları dəvət eləyin. Vəhfəzu əlsinətəkum, dilinizə çox nəzarət eləyin. Olar ki, bugündən qərar verək. Bugündən qərar verək ki, Ramazan ayı boyunca nəinki günah sözlər, şübhəli sözlər də danışmayacağım. Ümumiyyətlə, cəmaatın barəsində danışmayacağım. Cəmaatı müzakirə eləməyəcəm. Bircə ay məşq eləyin. Yaxşı sözlər danışacağım. Kiminsə lap belə haqqım da var deməyə deməyəcəm. Dilinizi qoruyun bu ayda. Gözünüzü yumun sizə haram olan şeylərdən, Peyğəmbər buyurur. Və qadağan olunan, eşidilməsi qadağan olan sözləri qulağınızı bağlayın. Biri birinin sözünü danışanda demirəm onu azı sözləyin. Deyin ki, xahiş edirəm ki, başqa bir mövzuda danışaq. Ona da acı deməyin, ona da başa salın ki, indi nə edirik məsələn, kimisə oturaq buradan müzakirə eləyək. Lap haqq danışırsan, lap olar, Allah icazə də versə, axı bundan mənə nə fayda var? Bundan mənə nə xeyr var? Ya sənə nə xeyr var? Gəlin özümüzdən danışaq, öz dərdlərimizdən danışaq, öz problemlərimizdən danışaq. Ya öz dərdimizdə olaq ümumiyyətlə ki, onda bu nöqsan, bunda bu nöqsan, bəs məndə nə qədər nöqsan? Bir ömür bəs eləməz ki, mən öz nöqsanlarımı araşdırırım, cəmaatın nöqsanları ilə məşğul oluram. Bu Peyğəmbərimizin hədisidir. Ondan sonra buyurur, Ya eyyuhən nas, mən həssənə minkum fi hazə şəhər xulqəhu kənə cəvazən aləs-sirat yevmə təzillu fihil əqdam. Buyurur ki, kim bu ayda öz əxlaqını gözəlləşdirsə və özündə olan bir mənfi xüsusiyyəti özündən uzaqlaşdırsa, qiyamət günü siratdan keçmə icazəsi, yəni sürətlə keçəcək, sirat körpüsündən, ayaqlar titrəyən gün bu rahat keçəcək. Yəni özümüzü təftiş eləyək, səhvlərimizi. Əvvəllər belə şeylər çox eləyərdilər, vərəq götürürdülər,
ay ərzində özündə tapdığı mənfiləri yazırdılar. Demə mən bilirəm. Yazmağın xüsusi təsiri var. Yazırdı ki, məndə bu xüsusiyyət var. Bir vərəq özü görür, amma heç kəsə göstərmir. Bu eyb var, bu nöqsan var. Özü üçün qeyd edirdi, bir dənə portret yaranırdı. Çünki mən kiməm? Mən təkəbbürlüyəm, mən dünyapərəstəm, mən filanam. O mənfiləri qabartmaq lazımdır öz içində. Və onlarla mübarizəyə girmək lazımdır.